حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله. الحمد لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون. Sadaqallahu aleyhi. Muhterem müminler, bugünkü hutbemizde vətən değerinden hususiler növbəti il dönümündən çatdığımız 20 yanvar şəhidlərinə minnət və vəfa borcumuzdan bəhs edəcəyik inşallah. Değerli kardeşler, torpaq su ile karışanda balçıq olur, qanla karışanda vətən olur sözünü bilməyənimiz yoktur herhalde. Bizim inancımızda, mentalitetimizde bayraq sancılan yerə, şəhid qanı tökülən yerə yurt deyilir, vətən deyilir. Bəs nədir vətən? Vətən təkcə müəyyən kilometr sərhədləri olan qara torpaq parçası deyil. Vətən azadlıqdır. Öz bayrağının altında əzan sədaları ilə yaşamaqdır. Vətən insanın həm öz canını, həm də sevdiklərinin canını, malını, şərəf və namusunu, nəslini, əlbəttə ki, dinini, milli mənəvi də bütün müqəddəs dəyərlərini müdafiə etməsi və bu dəyərləri yaşaya bilməsidir. Və əlbəttə ki, vətən bu saydığımız müqəddəs dəyərləri uğruna canını, sevdiklərini, bütün varını fəda edib, şəhidlik zirvəsinə yüksələnlərin, həmçinin canının bir parçasından keçib, qazi olanların bizə miras qoyduğu müqəddəs bir əmanətdir. Buna görə biz vətən deyəndə və vətən müdafiəsi deyəndə bunu heç vaxt bir ovuc torpaq parçasından ibarət görmürük. Vətənin nə olduğunu bu saydığımız dəyərlərdən məhrum qalanlar daha yaxşı bilir. Əziz Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in buyurduğu, hər kim özünü, canını, dinini, namusunu və malını mühafizə edərkən öldürürlərsə, şəhiddir hədis-i şərifini əsas götürdüyümüz zaman vətən əmanətinin müdafiə və mühafizəsinin nə qədər əhəmiyyətli olduğunu görürük. Əziz möminlər, vətən cənnətdən bir parça olunca bunun da bədəli olur və bu bədəli şəhadəti bayraq bilən bu vətənin öz övladları, qanları və canları ilə ödəyirlər. Bu vətən o qədər gözəl və o qədər özəldir ki, düşməni də bir o qədər çoxdur. Qoy düşməni çox olsun. Ancaq bizim də onlara qarşı gələcək bu mübarək vətən torpaqlarından bir qarış belə verməyəcək oğullarımız, ərənlərimiz, igidlərimiz çoxdur. Bəxtiyar Vahabzadə necə gözəl deyir şeirinin bir bölümündə. Hardan sənin oldu bizim Qarabağ, adı sahibini demirmi aşkar? Boşluqla verməzlər torpağı ancaq qanla möhürləyib zorla alarlar. Bəli, əziz cəmaat, vətən dediyimiz bu coğrafiyada uzun bir zaman müqəddəs dəyərlər deyə heç bəhs etdiyimiz bəzi milli mənəvi dəyərlərimizdən uzaq və məhrum qalmışıq. Lakin zaman keçdi, vaxt gəldi, uzun illər Sovet imperiyasının əsarətində müqəddəs dəyərlərindən məhrum yaşayan xalq azadlıq səsini ucaltdı. Öz azadlığı uğrunda cəsarət nümayiş etdirdi. Bu cəsarətli addım 20 yanvar deyə yaddaşlara şərəfli bir tarix kimi yazıldı.
20 yanvar Azərbaycan tarixində təkcə faciə günü deyil, 20 yanvar Azərbaycanın azadlıq, istiqlal yolunun ilk zirvəsi milli mənəvi dəyərlərimizə qayıdışın yaşandığı və qovuşduğu gündür. Bugün müqəddəs dəyərlərimizin əmin amanlığı ilə bir vətəndə yaşayırıqsa, bugün başımızın üstündə öz bayrağımız dalgalanırsa, bugün minarələrimizdən əzan səsləri yüksəlirsə, övladlarımız əzan səsi ilə oyanır, əzan səsi ilə yatırsa, məscidlərimiz yenidən üzümüzə açıqdırsa, bundan ötəri bizim 20 yanvar şəhidlərinə bir ömür boyu minnət və vəfa borcumuz vardır. 20 yanvar gecəsi canlarını vətənə fəda edən igid övladlarımız, vətənimizin müstəqilliyinə saydığımız dəyərlər uğruna öz qanları ilə imza ataraq şəhidlik zirvəsinə yüksəldilər. Şəhidliklə əlaqəli Bəqərə surəsi 154-cü ayəsində Uca Rəbbimiz buyurur ki, Allah yolunda öldürülənlərə, şəhid olanlara ölülər deməyin. Əksinə onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz, bunu ayırt edə bilmirsiniz. Şəhidlik ölümlərin ən şərəflisidir. Şəhidi olmayan xalq, torpaq, yurt sevgisindən məhrum deməkdir. Şəhidi olmayan xalqın gələcək nəsilləri nə mənliyini, nə də kimliyini dərk edə bilməz. Azadlığı qanı, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözü qırpıq, həyəcan içində yaşayar. 20 yanvar yolunun davamçıları olaraq sonraki illərdə bu vətənin qiymətli oğulları əlimizdən alınmağa çalışılan vətən torpaqlarını, sonradan gələn nəsillər müqəddəs dəyərlərindən məhrum qalmasınlar, dünyaya göz açan körpələrimiz azad böyüsünlər deyə düşmənə dayan dedilər. Vətən torpağından bir qarşını belə düşmənə verməmək üçün Qarabağ uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq üzümüzü ağartdılar. Yeni nəsillərə göstərəcəyimiz nümunələr, örnəklər oldular. Dəyərli din qardaşlarım, saydığımız dəyərlər çərçivəsində vətən üçün canını verən hər şəhid və canını verməyi gözə alan hər qazi bu xalqın ortaq dəyəridir. Odur ki, doğulduğumuz ana vətən torpağının qədrini bilməli, yolunda nə lazımdırsa fəda etməyi vicdan borcu saymalıyıq. Bugün müqəddəsliyimizi, bugün müstəqilliyimizi, borçlu olduğumuz şəhidlərimizi ayrı bir nemət olaraq görməliyik. Onlar millətimizin haqq səsini dünyaya eşitdirmək üçün, üçrəngli bayrağı vətən səmasında dalğalandırmaq üçün şirin canlarından keçərək özlərini bu yolda qurban etdilər. Bəli, onlar bizə bəxş edilmiş bir nemətdir. Bu nemətin də şükrü onları sevmək, vətənə, millətə layiqincə xidmət etmək, sədaqət göstərmək, vəfalı olmaqdır. Hər insan millətinə, dininə, vətəninə, namusuna, vəzifəsinə, bütün dəyərlərinə sədaqət və vəfa göstərəcəkdir. Odur ki, doğulduğumuz, yaşadığımız və gələcək nəsillərimizin də həyatını davam etdirəcəyi bu vətən əmanətinin qədrini bilməli, yolunda nə lazımdırsa fəda etməyi hər bir vətəndaş bir vicdan borcu saymalıdır. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahi məlkil azizil aləm kəmə qaləllahi təbarəkə və teala fil kələm və izə qurəl qurən fəstəmi'u ləh və ənsitu lə'anəkum turhamun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə dîne indəllahi İslam. Elhamdülillah hamden kâmilin ve salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ta'zimen nebi ve yakrumen safiyyih faqala azza ve celle min qailin muqtana ve emra inna Allaha ve melâiketehu yusallûne alel nebi ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Labbayk Allahümme salli ala seyyidina Muhammedin ve ala seyyidina Muhammed kema salleyte ala İbrahim ve ala İbrahim inneke hamidun mecid. Allahümme barik ala Muhammedin ve ala Muhammed kema barakte ala İbrahim ve ala İbrahim inneke hamidun mecid. Allahümme affir ümmeti Muhammed, Allahümme affaz ümmeti Muhammed,
اللهم انصر أمة محمد، اللهم أصلح أمة محمد، اللهم فرج عن أمة محمد، اللهم ارحم أمة محمد رحمة عامة، توفنا مسلمين وعلينا بالصالحين، اللهم احشرنا في ذمة الصالحين، اللهم انصر الإسلام والمسلمين وانصرنا على القوم الكافرين، اللهم جيش المسلمين وعساكر الموحدين، اللهم طهر أعداءنا وأعداء الدين وانصرنا على القوم الكافرين. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون.